Ben doğrudan da ÖTV'nin açılmasını münasibətilə sizi təbrik etmək istəyirəm. Bu doğrudan da həm reklamçılara, reklam verənlərə lazımdır, həm də reklamı izləyənlərə lazımdır. Çünki doğrudan da bugün istəyər bazar iqtisadiyyatına keçiddə mütləq reklama ehtiyacımız var. Çünki Sovet hökumətindən biz müqayisə etsək, onda görərdik ki, burada mal kəsablığı var idi. Ne verirdilər? Onun üzərində də piştaxtanın altından tanışlıq yoluyla alırdı. Amma bugün Azərbaycan sahibkarları, istər istehsalçılar, istəyir idxalçılar, dünyanın hər bir köşəsindən Respublikaya mal gətirirlər. Sevdim mən, sözün qüvvəti, siz dediniz ki, biz bu bazar iqtisadının keçidi, artıq bir 15 ildən yuxarıdır ki, biz artıq bu keçidlə məşğuluq. Bunun bir sonu görünmür. Yəni bu reklam, bizim bazarımız da var, bazar iqtisadı var. Bunlar siz necə görürsünüz? Yəni bir tandem olaraq, yəni bunlar bir-birini necə tamamlamalıdır? Bu sualı mənə çox veriblər. Bazar iqtisadiyyatına keçmək sərəncamla olmur. Qanunla olmur. Bu dövr, mütləq bu dövrü keçmək lazımdır. Bu dövrə həm sahibkarlar hazır olmalıdır, həm də o sahibkarların əməyindən istifadə edən alıcı kütləsi lazımdır. Qanunvericilik bazası değişməlidir. Bugün bazar iqtisadiyyatından danışırıq, əfsuslar olsunlar ki, artıq Sovet hökuməti 22 ildir dağılıb. Amma bugünkü günə qədər Azərbaycanda ticarət haqqında qanun yoxdur. Bu çox pis. Bugünkü günə qədər reklamdan danışırıq, reklam haqqında qanun yoxdur. Bu qanun bizə nə verir? Əlbəttə bu qanunun olması müəyyən bir çərçivəyə salır. Ticarət haqqında qanun varsa, deməli bilinməlidir ki, ticarət nədir? Ticarət obyektləri nədir? Bugün ticarət obyektlərinin adı hardandır? Bugün kafedən yeməkxana arasında, bardan, büfet arasında bir fərq olmalıdır. Elə belə deyil. Bu Sovet hökumətində var idi. Lokasiyası var idi. Bugün o yoxdur. Bugün baxırsan mağazanın üstündə yazılıb supermarket. Amma içərisində görürsən, cəmisi görürsən 20-30 kvadrat metrdir supermarket. Bu qanun olmalıdır ki, bu supermarket hansı mağazin supermarket adlandıra bilər. Bunun ticarət kvadratürlüsü olmalıdır, bunun ambarı olmalıdır. Nə qədər olmalıdır ki, bu super ticarət olsun. Reklam haqqında yenə üzərinə gəlir. İndi Reklamçılar İttifaqının sədri, siz bilirsiniz ki, reklamsız mal bolluğunda getmir, çətindir. Həm də təhlükəlidir. Reklam olmasa, reklam onun sahibini göstərir ki, mütləq şəffaflıqdır. Şəffaflıq verir. Bugün dünyaya tanınan Adidas'ı hamısı tanıyır. Adidas hər il, indi də hardasa 20%-ə yaxın, mən oxuduqlarıma görə bizim sərf edirəm, 20%-ə gəlirindən reklama xərcləyir. Procter & Gamble, məsələn, hamısı dünya tanıyır onu, onun məhsulları da məlumdur. Bu nədir? O da 25%-ə qədər reklam verir. Nədir? Reklam alıcı hər gün, bugün 8 yaşında olanın reklamı bücrədir, bir ildən sonra ona başqa reklam lazımdır. 10 yaşında ona başqa bir reklam lazımdır. Bugün malın reklamı lazımdır. Malın, əməyin reklamı lazımdır. Reklam belə, o bilir ki, dolayısı yolla Respublikaya gətirilən mal, dolayısı yolla Respublikada istehsal olunan mal heç vaxt reklam olmayacaq. Çünki qorxur axı. Sonra bilməlidir bu. Gizlənir də. Deməli bu şəffaflığın bir qapısı, reklam şəffaflığın bir qapısıdır. İkinci, bugün elektron ticarət var. Bunun reklamı olmalıdır ki, bu elektron ticarət qapıya gəlsin. Reklamsız mümkün deyil. Və mən çox istərdim ki, reklam haqqında qanun, ticarət haqqında qanun, mən hələ
iki qanundan söhbət etmək istəyirəm ki, bu qanunların vacibliyi mütləq lazımdır. Bazar iqtisadiyyatına keçiddir. Çox qanunlarımız, iqtisad yönümlü qanunlarımız Milli Məclis tərəfindən qəbul olunur. Amma 15 il bundan qabaq qəbul olunan qanunların yenə də onun təzədən baxılmasına, yenidən onun işlənməsinə, haradasa düzəlişlərə ehtiyacı var. Çünki zaman hər şeyi Məsələn, Reklamda qanun 1997-ci ildə təsdiq olundu. Artıq 15 il keçib üstündən, indi qocalıb reklam. Yəni, artıq o bazarın tələbatını ödeyə bilmir. O qanuna, o da yamaq vururlar ki, vallahi o, biz istəyirəm ifadəmə görə, artıq orada yer yoxdur. Bu keçən il, noyabrın 5-də Prezidentin fərmanı oldu. Ticarət obyektləri o mağazanın üzərində olan... Noyabrın 1-də. 5-də. 5-də. Və orada nədən söhbət gedir? Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan idarə var, reklam bazarını tənzimləyir. O obyektlərdən gedir, reklam sayırlar, mağazanın adını bildirən lövhəni reklam sayırlar. Onlarda müəyyən bir miqdarda pul istəyir. Nə qədər qanunludur, qeyri-qanunludur, onun sözüm yoxdur. Prezident nə qədər sizin sayənizdə, bizim sayəmizdə, nə qədər biz bunu dedik, dəyirmə masalarda sahibkarların fikrini çatdırdı, Prezident fərman verdi ki, həmin mağazanın üzərində olan lövhələr reklam sayılmır. Və bu bizə nə verdi? Ondan sonra bizim ekspertlər mağazalara gezdilər və bugün sahibkarlar danışdılar ki, gəlsələr bu reklam deyil. Onunla bərabər yenə də bir-iki hadisə oldu ki, həmin mağazalar müraciət edirdilər. Mən o yoldaşlarla danışanda, Prezidentin fərmanını deyəndə gördüm, arada o kömək oldu. Bir də o qanunların verilməsi çətindir, işlənildiyi üzərində, amma qanunların həyata keçirilməsi ondan da çətindir. Bugün o, bizim sahibkarlar əfsuslar olsun ki, işləyən, mövcud olan qanunlardan xəbərsizdirlər. Və bu da gətirib, müəyyən boşluqlara gətirib. Bu da yenə məmur özbaşınalığına gətirib. Çünki, burada maarifləndirmə yoxdur. Çünki insanlar hər öz işlə məşğuldur. Yəni, o qanunu heç axtarmırdı. Hələ nə tərəf başlayıb işləməyə, o cürdə işləyir. Mən o cürdə deməzdim. Biz nəyə görə deməzdik? Axı, bu qanun verilir. Qanunlar çap olunur. Respublika qəzetlərində, 4 qəzetdə Bakraboçidir, Azərbaycandır, Respublika qəzetlərində çap olunur, Prezidentin fərmanları. Və çap olunduğu gündən də qüvvəyə minir. Bizim sahibkar onu oxumur. Oxumursan, başa düşürəm. 10 minlərdə vəsait qoyub, mağaza açırsın. 10 minlərlə vəsait qoyub, şirkət açırsın. Qardaş, o qanunu bilən bir nəfər, cavan, yanında saxla. Cavan 24-25 yaşında universiteti təzə qutaran bizim cavan uşaqlarımız var, savadlı uşaqlarımız var. Onu bir 200 manat, 250 manat maaşla ver onu, o sənə desin ki, bu qanundur. Sabah o öz yolunu azan məmurdan, obrisindən bu səni xilas etsin də. Sən özün bilmirsən, oxumaq istəmirsən. O xərci çəkirsən, bu bir tərəfdən köpəyə ekonomi çevirsən. Bunu kim istəyəcək? Məmur da hamısı elə deyil, amma o yolunu azan məmur da bəziləri görəndə ki, sən bilmirsən. Əlbəttə alladıb, səndən nəsə başqa yollardan səndən vəsait istəyəcək, ya şirkətin bağlanmasına və yaxud bugün mütləq maariflənmə işi qeyri-hökumət təşkilatları var. Bir elə mənim nə qədər deyilir? 14 ildir Tacirlər və Sosialçılar Birliyi fəaliyyətdədir. Qeyri-hökumət təşkilatlarının yaranması belə, çünki aşağıdan yuxarı yaranmalıdır. Bu necə olur? 5-10 ticarət
oturmalıydı qardaş, problemlərimiz var, biz problemlərimizi özümüz həll eləyə bilmirik. Yəni belə bir qurum yaradaq, birlik yaradaq, assosiasiya yaradaq ki, problemlərimizi həvalə edək ona, həll eləsin. 3 nəfər, 2 nəfər seçildi orada, rəhbəri. Axı bu birliyi, assosiasiyanı yaşatmaq üçün müəyyən bir pulla vəsait lazımdır. Mən gözləsəydim ki, o vaxt ticarət işçiləri, ithal-çılar bunu indiyə qədər də ola bilsin, yaranmayacaq. Ona görə biraz dostlardan, yaxınlardan, biraz savadlılardan ətrafına yığdım, belə birliyi yarandı. Yarandı. 2-3 illər hökumət tanıdı. Kitab İmam vasitəsindən çıxışımızdan, keçirdiyimiz dəyərli masalardan, apardığımız təriqatlardan hökumət tanıdı bizi. Amma gəlin görək, Azərbaycan sahibkarı bizi tanıyır mı? Axıra qədər. Düzdür, bugün haradasa 4-5 il bundan qabaq 30 minə yaxın üzvümüz var idi. Üzvümüz də bizdə üzvlük haqqı olmadığına görə biz dəqiq onun hesabatını çoxunu aparmırıq. Amma gələn girir, çıxır, obyektlər bağlanır, tez açılanlar var. Bunlar var. Amma birliyə müntəzəm olaraq gələnlərin sayı 20-30 nəfərdir. Bu neyi göstərir? Bu bizim də günahımız var. Qanunlarda boşluq da var. Sahibkarların da maariflənməyə ehtiyacı olmasıdır. Və o nöqteyi nəzərdən dedim ki, Allah qoysa, biz ki bu işləri görürük. İndi televiziyada açırıq. Ola bilsin ki, burada bunun özündən açılan televizyonun özünün reklama ehtiyacı var. Reklamdanmış reklama ihtiyacı var. Bəli, mütləq reklama. Çünki bu çatmalıdır. Buna axıra qədər bu televizyonu yaşatmaq üçün vəsait lazımdır. Sən bir verilişə, 2 verilişə yığışıb haradasa vəsait qoyub açmaq olar, saxlamaq olar. Amma burada məqsəd o deyil ki, açılsın. Fəaliyyət göstərməlidir. Fəaliyyət həmin o sahibkarlara çatmalıdır ki, onlar öz reklamlarını orada yerləşdirsinlər. Və bu nöqteyi nəzərdən bunu da reklam. Allah qoysa indi təzədir, yeni açılıb. Reklam haqqında yenə sizlə bir yerdə fikirləşərik ki, bu TV-nin özünün reklamını necə aparaq? Və necə aparaq ki, davamlı olsun. 3-5 verilişdən sonra video bağlanmasın. Davamlı olsun və davamlılığı da başqa lazımlı olsun. Azərbaycan iqtisadiyyatının inkişafına, sahibkarlığının inkişafına, korrupsiya ilə mübarizənin güclənməsinə, bu şəffaflıq, bunlar hamısı gətirib iqtisadiyyatın inkişafına gətirib çıxardır. İqtisadiyyatın inkişafı istehlakçının hüququnun qorunmasıdır. Hər deyək ki, istehlakçının hüququnu necə qoruyaq? Əgər o sahibkar qanunu riayət etmişsə, qanunu bilmişsə, bu istehlakçının hüququnu necə qoruyacaq? Deməli, təkcə istehlakçını maariflənmək yox, sahibkarın da maariflənməyə ehtiyacı var ki, bunlar, o bilsin ki, sahibkar bilsin ki, onun qazancı istehlakçıdan. İstehlakçı ondan razı olmasa, o həmin mağazaya, onun şirkətinin malını almayacaq. Almayanda da bu mağazanın dövriyyəsi aşağı olacaq. Dövriyyə aşağı oldu, gəlir olmayacaq. Deməli, 2-3 aydan sonra bu bağlanacaq. Buradan sahibkar birinci növbədə malın, satdığı malın, ithal etdiyi malın, istehsal etdiyi malın keyfiyyətinə fikir verməlidir. İkinci, onun satışına fikir verməlidir. Ən öndə isə istehlakçının hüququnu qorumalıdır.